Bu bağlayıcıları səhv salırsanızsa, imtahanda bal itirmiş olacaqsınız. Abituriyentlər çox vaxt in spite of, despite, because of, he was tired cümlələrindən istifadə edirlər. Əslində isə bu tamamilə yanlışdır. Gəlin ilk növbədə bu bağlayıcıların mənasını bilək. In spite of, despite, though, although Azərbaycan dilinə baxmayaraq kimi tərcümə edilir. Because of isə çünki, görə kimi tərcümə edilir. Gəlin indi onların cümlələrdə işlənməsinə baxaq. In spite of, despite, because of bağlayıcılarından sonra söz və söz birləşməsi gəlir. In spite of the rain, I went out. Despite the rain, I went out. I stayed at home because of the rain. Although, though, because bağlayıcılarından sonra isə bütöv cümlə gəlir. Although it was raining, I went out. Though it was raining, I went out. I stayed at home because it was raining. Belə videolar üçün kanalımıza abunə olun.